Hər kəs salamlayıram. Dostlar, mövzu belədir ki, mən məşqdən öncə və sonra nə qəbul edə bilərəm? Yenə mövzu gedib çıxır əlavə qidalara. Ümumiyyətlə insan var ki, maddi baxımından imkanı yoxdur, ala bilmir. İnsan da var ki, yəni imkanı var, amma heç içmək istəmir də, deyir mənə belə xoşdur. İndi burada sual yaranır ki, məşqə gedən insan protein içir. Mən görürəm ki, deyir məndə heç nəticə yoxdur axı. Düşünürlər protein hər hansısa bir steroiddir ki, bu tez nəsə verəcək. Xeyr, bu sadəcə yəni onun adı əlavə qidadır. Və ümumiyyətlə qəbul eləməyən insan da deyir ki, mən protein qəbul eləmirəm. Ona görə yəni məndə nəticə yoxdur. Yəni buraxda kimi yəni protein olmayıb da, yəni insanlar normal məşq eləyib. Vacib deyil ki, sən gedib ştanga qaldırasan. Sən elə yuxudan oyanıb crossfit eləyə bilərsən və yaxud kardio eləyə bilərsən. Sadəcə məşqdən öncə motivasiya lazımdır, nizam-intizam olmalıdır, qrafik olmalıdır ki, mən bu gün yəni bunu eləməliyəm, məşqim belədir. Və salam. Yoxsa yəni çətinləşdirirsiniz. İndi evdə nə varsa, yəni təbii ki, indi şirniyyatdan uzaq olsanız, yağdan uzaq olsanız, qəbul eləyin və salam. Yəni insanlar necə qidalanır, biz də elə. Yəni biz fərqli olaraq başqa yəni planetdən gəlməmişik ki, orqanizmi eynidir. Yəni insan vücudu və s. Sadəcə burada bir daha söyləyirəm ki, sən o proteini əlavə qida kimi qəbul edə bilərsən. Elə bir ki, sən gün ərzində 50 qram protein qəbul edirsənsə, əgər vaxtın yoxdursa, yəni yemək yeyə bilmirsənsə, maddi baxımından çətinliyi varsa, sən əlavə qidanı onun üçün yəni qəbul edirsən. Yəni ona görə deyirlər ki, bu əlavə qidadır. Amma yəni belə sehirli bir şey deyil dostlar. O baxımdan deyirəm ki, əsas insanın yəni istəyi olsun. İstəyəndən sonra nəticə olacaq. Və sən zala gələn kimi düşünmə ki, mən güzgüyə baxım tez nəticə olsun. Xeyr, elə bir şey yoxdur. Heç olmasa bir 5 ay, 6 ay yəni məşq elə, ondan sonra təbii ki, nəticəni görəcəksən. Hər kəsə uğurlar.